Salam, Dövlət İmtahan Mərkəzi Toplu Azərbaycanlı 9 illik. Söz birləşmələri və sintaktik əlaqələr. Birinci testimiz. Biri mürəkkəb ad deyil. Mürəkkəb adlar söz birləşməsi şəklində işlənir. İstiqlal ordeni mürəkkəb addır. Xarici İşlər Nazirliyi mürəkkəb addır. Həsən ağa mürəkkəb ad deyil. Xüsusi isimdir. Çünki söz birləşməsi şəklində deyil. Şəhidlər Xiyarəbanı, Ramazan bayramı bunlar da söz birləşməsi hesab olunur. İkinci sualımız. Nöqtələrin yerinə hansı ifadə uyğundur? Tərəfləri bütövlükdə bir leksik məna bildirir. A bəndində həm ismi, həm feili birləşmələr. Bunların hər bir tərəfi ayrı-ayrı leksik mənalar bildirir. Ona görə yanlışdır. İstənilən söz birləşmələrinin tərəfləri birlikdə bir leksik məna bildirir. Yəni ayrı-ayrı, hər tərəfi ayrı-ayrı leksik məna ifadə. Ona görə yanlışdır. Frazoloji birləşmələrin tərəfləri bütövlükdə bir leksik məna bildirir. Bəli, cavab elə budur. Frazoloji birləşmələrin bütövlükdə bir leksik məna bildirir tərəfləri. Yalnız feili birləşmələr olmaz. Yalnız ismi birləşmələrdə bunlar dedikdə indi hər bir tərəfi müstəqil məna ifadə edir. Ona görə cavab onlar deyil. Üçüncü sualımız. Hansı söz birləşməsində aslı tərəf hərəkətin zamanını bildirir? Aslı tərəf hansı tərəfdir? Birinci tərəf. Zaman məzmunu bildirmək üçün nə olmalıdır? Nə vaxt, nə zaman suallarıma cavab verməli? Sonuncu qatar. Hansı qatar? Sonuncu qatar. Səhərin soyuğu nə? Səhərin soyuğu. Səni gözləmək. Kənd axşamları nə? Kənd axşamları. Səhər qayıdarkən. Nə vaxt, nə zaman? Səhər qayıdarkən hərəkətin zamanını bildirir. Cavab E-bəndir. Hansı söz birləşməsində asılı tərəf hərəkətin zamanını bildirir? Axşam oxuyanda. Nə vaxt, nə zaman oxuyanda? Axşam oxuyanda görürsən, hərəkətin zamanını bildirir. Cavab A-bəndi. Çox bilərkən hərəkət miqdar bildirir. Evdən çıxanda yox. Cəld qaçan tərz bildirir. Şəhərdən gələndə yer mənasındadır. Biri mürəkkəb addır. Gülnisə xüsusi isimdir. Gülpəri xüsusi isimdir. Evdən çıxan söz birləşməsidir. Feili birləşmədir. Payız səhəri ismi birləşmədir. Şah İsmail Xətai isə mürəkkəb addır. Demək cavabımız D-bəndidir. Biri mürəkkəb addır. 6-cı sualımızda şəhərdən qıraqda ismi birləşmədir. Hüseyn Əli xüsusi isimdir. Qətran Təbrizi mürəkkəb addır. Həvəskar sürücü söz birləşməsidir sadəcə. Yaz günəşi ismi birləşmədir. Əsas tərəfi 7-ci sual. Əsas tərəfi isimlə ifadə olunmuş söz birləşmələrini müəyyən edin. Əsas tərəfi, asılı tərəf, əsas tərəf, yəni ikinci tərəfi. Onların hamısı. Əsas tərəf burada əvəzlikdir. Bizə deyir ki, əsas tərəfi isimlə ifadə. Əskərlərin üçü saydı. Onun baxışı isim, bizim görüş isim. Cavab C-bəndir. Meyvələrin dadlı sifət getdi. Öz əvəzlik demək cavabımız nədir? C-dir. 8-ci suala baxırıq. Birinci tərəfi isimlə ifadə olunmuş söz birləşmələri. Hansısa birinci tərəfi. Birinci tərəf nədir? Asılı tərəfi. Alma şirəsi. Alma isimdir. Vətən məhəbbəti. Nə? Vətən məhəbbəti. İsimdir. Azad insan sifətdir. Olmadı. Hər tərəf, hər əvəzlikdir. Amma bizdən deyir ki, isim olsun. Birinci tərəfi isimlə ifadə olunmuş söz birləşmə. Qılınc yarası nə? Qılınc yarası. Düzdür, isimdir. Durna qatarı. Durna isimdir. Mehriban isə sifətdir. Ona görə olmaz. Gümüş qaşıq. Gümüşdən olan qaşıq isimdir. Gümüş. Torpaq yol. Torpaq isimdir. Dəmir bilək. Dəmir isimdir. Demək cavabımız nədir? D-bəndi. 7-ci sıra. 7-ci isə saydır. Ona görə də E-bəndi olmuş. 9-cu suala baxırıq uşaqlar. Asılı tərəfi feili bağlama olan söz birləşməsi müəyyən. Həyatda yaşamaq. Görürsən? İkinci tərəfi, yəni yaşamaq məslərdir. Uşaqdan soruşmaq məslərdir. Vətəni sevmək məslərdir.
Deyilənlərə müzakirə etmək məstərdir. Nazlana gəzmək. Bu da məstərdir. Üzr istəyirəm desəm mən səhv elədiyim. Asıl tərəf deyirəm. Asıl tərəf birinci tərəf hesab olunur. Asıl tərəf fe'li bağlama deyir. Bir dəqiqə. Bunları silim. Asıl tərəfi. Həyat isimdir, uşaq isimdir, vətən isimdir. Deyilənləri müzakirə etmək, deyilənləri fe'li sifətdir. Bu da nazlanmaq sözündən, sözündən fe'li bağlamayaraq cavabımız eybəndir. Fe'li birləşməni müəyyən edin. Yəni əsas tərəfi məstər fe'li sifət fe'li bağlama olan. Meydan isimdir, şəxsiyyət isimdir, hərəkət isimdir, əsər isimdir, rəqsi bitirmək fe'li birləşmədir. Hansı cümlədə məstərin ifadə olub ona görə. Hansı cümlədə fe'li bağlama tərkibi işlənib. O dinləndikcə heyrətlənir. Heyrətlənirdi kim? O. Burada məstər yoxdur, fe'li bağlama tərkibi. Biz yığışıb ona yaxşıca danladıq. Biz danladıq. Neydi danladıq? Kim? Biz. Yığışaraq necə? Sadəcə fe'li bağlamadır. Gələndə onu həyatda nə etdim gördüm. Nə vaxt, nə zaman gələndə sadəcə fe'li bağlamadır. Tərkibi yoxdur. Onlar içəri girəndə işıqlar söndü. Nə etdi? Söndü. Nə söndü? İşıqlar. Nə vaxt, nə zaman onlar içəri girəndə. Görsən, bu girəndə tərkibdir. Cavabımız deyəbəndə. Hamı boylanıb o tərəfə baxdı. Kim baxdı? Hamı. Görsən, sadəcə fe'li bağlamadır. Birində aslı tərəf sifətlə ifadə olunub. Aslı tərəf, yəni birinci tərəf. Mahnı isim, kitab isim, biz əvəzlik, sual isim, çiskinli hava, sifət. Bu da demək ki, aslı tərəfə sifətlə ifadə olunub. 13-cü suala baxaq. Aslı tərəfi, yəni birinci tərəfi sa ilə ifadə olunmuş ismi birləşməli müəyyən edin. Baxın, burada diqqətli olmaq lazımdır. A bəndində düzdür. Aslı tərəfi saydı, amma bu fe'li birləşmədir. Bizdən nə istəyir? İsmi birləşmə. Tələbə isimdir, birliyi isimdir. Xeyli kitab. Aha, aslı tərəfə xeyli saydı, kitab da isimdir. Cavabımız deyibəndir. Uşaqların çoxu, uşaq saydı. Çoxdan görüşmə, nə vaxt, nə zaman, çoxdan burada zəf. 14 suala baxırıq. Aslı tərəfi sifətlə ifadə olunmuş isim birləşməni müəyyən edin. Çevik alay. Hansı alay? Çevik alay. Yaxşı oxuyan ismi birləşmədir. Yaxşı oxuyan, görürsünüz. Fe'li sifətdir. Demək, fe'li birləşmədir. Yunşal ismi birləşmədir. Amma asıl tərəfi deyir ki, sifət olsun. Bu isimdir. Şüşə isimdir. Uşaqlar isimdir. Asıl tərəfi deyir, sifət olsun. 15-ci sual. Biri 3 əsas hissəsindən ibarət söz birləşməsidir. Bax, görsən, cəsarətli oğlan. Burada ən ədatdır. Sonra B bəndə. Şairin lirik qəhrəmanı. Görürsən, hər biri şair, lirik. Şair də, lirik də, şeir də hər biri əsas nitq hissəsidir. Hamıya yaxşı olmaq. Yaxşı olmaq mürəkkəb fe'ldir, bir sözdür. Yəni burada iki sözün birləşməsi. Daha gözəl əsər, daha ədatdır. Dizək kimi qar, kimi burada qoşmadır. Bilirsiniz ki, frazoloji birləşmələr və köməkçi nitq hissələri söz birləşməsi yaratmır. Demək, cavab B bəndi. İsmi birləşməni müəyyən edin. 16-cı suala baxırıq. İsmi birləşmənin əsas tərəfi adlarla ifadə olunur. Enən fe'li birləşmədir. Vətəni sevmək fe'li birləşmədir. İradəli gənclər ismi birləşmədir. Şəhərdən çıxmaq fe'li birləşmədir. Oxumağa gedərkən fe'li birləşmədir. Hansı nümunələrdə hər iki tərəfi eyni nitq hissəsilə ifadə olunub? Yəni hər ayrı-ayrı nitq hissəsi. Daş bina, daş isim, bina isim. Demək, biri götürəcəyik. Oxumaq həvəsi, oxumaq fe'il, həvəs isim getdi. Oxuyanlar gələndə, bax, oxuyanlar fe'il, gələndə də fe'il. Demək, bunu da götürürük. Evə gələndə, evə isim, gələndə fe'il, bunu götürmürük. Gülə-gülə gedən, bu da hər biri fe'ildir, bunu da götürəcəyik. Daraq qabı, daraq və qab hər biri isimdir. Demək, nə olmalıdır? 1, 3, 5, 6. İndi eynilik hissəsi olanlarla. Bax, daş bina, isim, isim. Bir də daraq, isim, qab, isim.
1 ilə 6, 1 ilə 6, 3 ilə də 5 olacaq. Feildə hər biri. 1 ilə 6, 3 ilə 5 cavabımız nədir? B bəndi. 18-ci suala baxırıq. Biri tərəfləri düzəltmə sözlərdən ibarət söz birləşməsidir. Tərəflərinin düzəltmə sözdən ibarət olan. Məsələn, yüksək amal, yüksək sadə, amal sadə, günəş sadə, işıq sadə, qaldırıcı kran. Bu da görürsən, tərəfləri hər biri düzəltmə oldu. Kran sadədir. Uşaqlıq yoldaşı. Uşaqlıq da düzəltməlidir, yoldaşı da düzəltməlidir. Cavab E bəndi. Yaxşı sadədir, oxuyanda sadədir. 19-cu suala baxırıq. Biri tərəfləri düzəltmə sözlərdən ibarət olan söz birləşməsinə. Qoyun, sadə, gözəllik, düzəltmə, vurğun, düzəltmə, dərin sadə, qoyu sadə, yaxşı sadə, danışan sadə, sərin sadə, hava sadə. Demək cavab B bəndi. Biri ismi birləşmədən ibarətdir. Övladını sevən feili birləşmədir. Yaşamaq arzusu ismi birləşmədir. Səmimi söhbət ismi birləşmədir. Bizə də ismi birləşmək istəyir. Görüş keçirmək feili bağlamadır. Cəhcəh vuran feili birləşmədir. Məktubu yazanda bu da feili birləşmədir. Biri ismi birləşmədən ibarət deyil. Oxumaq həvəsi ismi birləşmədir. Yaşamaq arzusu ismi birləşmədir. Təbiət möcüzəsi də ismi birləşmədir. Görülmüş iş ismi birləşmədir. Deyilmiş söz ismi birləşmədir. Gözəl hava ismi birləşmədir. Oxunan əsər ismi birləşmədir. Onun qonağı ismi birləşmədir. Sərhədləri qoruyan və sevən görürsən, feili sifətlə ifadə olunublar. Demək bunlar nədir? Feili birləşmədir. İsmi birləşmə deyil. Biri söz birləşməsi deyil. Sən gələndə. Sən gələndə söz birləşməsidir. Açıq söz birləşməsidir. Qoca Tarzan söz birləşməsi. Çünki müstəqil sözdən ibarət o. Babəkin andı söz birləşməsidir. Səhv etmək söz birləşməsi deyil. Bunlar mürəkkəb feildir. Bir sözdən ibarətdir. Biri söz birləşməsi deyil. Sahilə tərəfli cavab A bəndi olur. Çünki tərəf qoşmadır. Söz birləşməsi olmaq üçün tərəflər müstəqil söz olmalıdır. Cavablardan biri söz birləşməsidir. Aldığım məktub söz birləşməsidir. Günlər ötdükcə söz birləşməsidir. Vətən həsrəti söz birləşməsidir. Biri söz birləşməsidir. Səfər təəssüratı söz birləşməsidir. Gözəl arzu hər biri müstəqil sözdür demək. Dəniz məhsulları düzdür. İsa bulağı mürəkkəb addır. Dənizə qədər, burada qədər qoşma olduğuna görə söz birləşməsi hesab olunacaq. Tərəfləri isimlə ifadə olunmuşdur. 25-ci suala baxırıq. Tərəfləri isimlərə bax. Biz əvəzlikdir. Olmaz. İpək şal. İpək də şal da hər biri isimli olar. Dadlı xörək, dadlı sifətdir. Oxuyan feili sifətdir. Meşədəki sifətdir. Amma bizə nə deyir? Tərəfləri isim olsun. Cavabımız nədir? B bəndi. Tərəfləri isimlə ifadə olunmuşdur. Təbiət vurğunu. Təbiət isimli vurğun sifətdir. Duzlu sifətdir. Dəri çanta, dəri və çanta isimdir. Çiy sifətdir. Saralmış güllər. Bu da feili sifətdir. Demək cavabımız nədir? C bəndi. 27-ci suala baxırıq. Feili birləşməni müəyyən edin. Yaratmaq həvəsi ismi birləşmədir. Etiraz etmək söz birləşməsi deyil. Dost olmaq söz birləşməsi deyil. Yadınızda saxlayın. Etmək, eləmək, olmaq söz birləşməsi yaratmaq mürəkkəb feildir. Kitab oxumaq söz birləşməsidir. Özdəki feili birləşmədir. Cavab E bəndi. Kömək etmək mürəkkəb feildir sadəcə. Biri feili birləşmədir. 28-ci sualda. Dağların dumanı ismi birləşmədir. Xoş söz ismi birləşmədir. Soymuş yemək ismi birləşmədir. Çiskinli hava ismi birləşmədir. Hava soyutduqca bu da nədir? Feili birləşmə. Biri feili birləşmədir. Uşaq oxuyan. Elə cavab A bəndi. Oxuyan da feildir. Oxuyub anlama mürəkkəb feildir. Danışa bilmək mürəkkəb feildir. Təbiətin gözəlliyi ismi birləşmədir. Şərəfli ömür ismi birləşmədir. 30-cu suala baxırıq. Birləşmələrdən birinin aslı tərəfi fərqli nitq hissəsidir. Asıl tərəf yəni birinci tərəf. Şirin sifətdir, təcili sifətdir, zaldaşlar sifətdir, maraqlı sifətdir, insanlar isimdir. Cavabımız C.
Biri ismi birləşmənin əsas tərəfi olmur. 31-ci suala baxırıq. Biri ismi birləşmənin əsas tərəfi olmur. Bax, əsas tərəfi adlarla ifadə olunmalıdır ismi birləşmədə. Say ola bilər, sifət ola bilər, isim ola bilər, əvəzli ola bilər, amma feil bağlama ola bilməz. Çünki feili bağlama feili birləşmənin tərəfi ola bilər. Aslı tərəfi sifətlə ifadə olunmuş ismi birləşməlidir. Aslı tərəfi sifətlə ifadə olunmuş ismi birləşməlidir. Aslı tərəfi, yəni birinci tərəfi. Meşədəki əhvalat. Cavab Babəndə. Meşədəki, hansı əhvalat? Meşədəki. Yaxşı oxumaq. Burada yaxşı ismi birləşmədir. Neft fontanı ismi birləşmədir, amma aslı tərəfi sifətləndirir. Neft istehsal edən feili birləşmədir. Qızıl mədəni, burada qızıl isimdir. Cavab nədir abi? 33-cü suala baxırıq. Biri mən onun kitabını dünən oxudum cümləsində işlənmiş söz birləşməsidir. Mən onun kitabını dünən oxudum cümləsində işlənmiş söz birləşməsidir. Onun kitabı. Cavab deyəbəndə isim birləşmədir. Söz birləşməsidir. Biri biz indi kəndin aşağısından gəlirik cümləsində işlənmiş söz birləşməsi. Kəndin aşağısından. Cavab deyəbəndidir. 35-ci suala bax. Bacımla mən yaxın sirdaş cümləsində nöqtənin yerinə hansı şey siyasi la bağlayıcı olar? Bacımla mən yaxşı sirdaşıq. Cəmdə olanda nə olur? Bağlayıcı kimi hesab olunacaq. Bacım və mən yaxşı sirdaşıq. Sonra hansı cümlə üzvləri bir-birlə sintaktik əlaqəyə girmir? Bax, təyinlə mübtəda sintaktik əlaqəyə girə bilər. Tamamlıqla zərflik sintaktik əlaqəyə girə bilməz. Tamamlıqla xəbər sintaktik əlaqəyə girir. Təyinlə xəbər sintaktik əlaqəyə girir. Təyinlə zərflik sintaktik əlaqəyə girə bilər. Nümunədəki feili birləşmənin növünü və sintaktik vəzifəsini müəyyən edin. Sahilə çıxmaq üçün motorlu qayığa mindi. Nümunədəki feili birləşmənin növünü və sintaktik vəzifəsini müəyyən edin. Feili birləşmənin növü. Sahilə çıxmaq üçün motoru. Nə etdi? Mindi. Nə üçün? Nə səbəbə? Sahilə çıxmaq üçün. Minib sahilə çıxmaq. Məqsəd zərfliyidir. Məsdər tərkibinin çıxmaq üçün. Cavab B bəndə. 38. Hansılar sərbəst söz birləşməsi deyil? Hansılar sərbəst söz birləşməsi deyil? Hansılar sərbəst söz birləşməsi deyil? Arana gəlmək. Sərbəst söz birləşməsi ikiyə bölünür. Sabit söz birləşməsi və sərbəst. Sabit söz birləşməsi frazoloji birləşmədir. Sərbəst söz birləşməsi isə həqiqi məna söz birləşmələridir. Arana gəlmək həqiqi məna. Can almaq məcazidir, demək 1-2-dir. Uzaqdan gəlmək həqiqi mənadır. Sərbəst söz birləşməsidir. Xörək hazırlamaq sərbəst söz birləşməsidir. Dil tökmək isə sabit söz birləşməsidir. 2 ilə 5. Hansılar sərbəst söz birləşməsi deyil? Kitaba baxmaq sərbəst söz birləşməsidir. Həyatı sevmək sərbəst söz birləşməsidir. Xəbər almaq sabit söz birləşməsidir. Küçəyə çıxmaq sərbəst söz birləşməsidir. Başa gəlmək söz birləşməsidir. Sabit söz birləşməsi sərbəst yox. Demək 3 ilə 5. Hansı nümunədə söz birləşməsi yoxdur? Burada biraz pis düşüb. Hansı nümunədə söz birləşməsi yoxdur? 40-cı sualda. Bu tarixin abidəsidir. Söz birləşməsi var. Qeyrətli oğul söz birləşməsi. Kəndə satanda söz birləşməsi. Gözəl duyğu söz birləşməsi. Qatar sitəyə yaxınlaşdı. Sadə cümlə söz birləşməsi yoxdur. Xəzər dənizi birləşməsindəki aslı tərəflə bağlı səhvi müəyyən edin. Quruluşuna görə sadə həqiqətən Xəzər sadədir. Xüsusi isimdir.
Xəzər dənizi. Aha, yalnız ismi birləşmə tərəfi ola bilər. Feili birləşmənin tərəfi də ola bilər. Xüsusi isimdir. Bəli, xüsusi isimdir. Yiyəliş haldadır. Bəli, konkret isimdir. Hansı mürəkkəb adın ixtisarını şəkilçi düzgün artırılmayıb? ATS-də sonuncuya baxırıq. Daxili İşlər Nazirliyinin, ATO-nun, ADOP-unun, Bakı Dövlət Universitetinin, Daxili İşlər Nazirliyinin olmalıdır. Cavab B bəndə. Vətən sözünün forması dəyişərək hansı sözlərə qoşulur? Söz birləşməsi yarana bilməz. Vətən naminə olmaz. Vətəni sevmək söz birləşməsidir. Vətənə sədaqət söz birləşməsidir. Vətənə sarı söz birləşməsi deyil. Çünki qoşmadır. Vətənə qədər söz birləşməsi deyir. Hansılar söz birləşməsi olmayanlar? Olmaz. 1, 4, 5. 1, 4, 5 cavabı nədir? Bəndə. Sxeminə uyğun cümlədə hansı üzrə bir-birlə tabe? Tabe sərqəsində tərəflər bərabər hüquq olur. İkilərini təyin görsən, tərəflər bərabər. Təyin. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Cümlədə ismi birləşmə işlənmişdir. Cümlədə feili birləşmə işlənmişdir. Quzular mələşdikcə qoyunlar durmadan ora-bura qaçırlar. Qoyunlar durmadan ora-bura qaçırlar. Quzular mələşdikcə qoyunlar durmadan. Burada isim birləşmə yoxdur. Çoban sürünün içində dolaşır. Sürünün içində ismi birləşmədə 1-2-dir. Axşam yeli otları hərəkətinə axşam yeli. Bu da isim birləşmədir. İşlənmişdir. 2-3. Cümlədə feili birləşmə işlənmişdir. Aracıqda yaz yuxusu çox şirin. Yaz yuxusu ismi birləşmədir. Burada yoxdur. Səhər qoyunları axtarmağa, Eldarla birlikdə qoyunları axtarmağa. Burada qoyunları axtarmağa feili birləşmədir. Demək 2, 3, 5 cavab E bəndə. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Cümlə üzvləri arasında yalnız tabelli əlaqəsi var. Cümlə üzvləri arasında həm tabelli, həm də tabelsiz əlaqəsi var. Cümlə üzvlərinin tabelli əlaqəsi. Buradakı otlar ipək kimi yumşaqdır. Bax, elə cavab biri budur. Yadda saxlayın, bütün cümlələr arasında tabelli əlaqəsi var. Qoruqlarda çiçəklər, güllər, cümlə üzvə. Buradakı otlar ipək kimi yumşaqdır. Qoruqlarda çiçəklər, güllər təzə. Bax, burada həm tabesizliyi var, həm tabelilər. Çiçəklər, güllər. Ona görə bu 2 də olmalıdır. Bura gəlməlidir. İkinci tərəfə burada olmaz. Cümlə üzvlərində həm tabeli, həm tabesiz əlaqəsi. Baba, sabah məni dağ keçisovuna aparacaqsan. Burada yalnız tabelliyi var. Götürmürük. Uzaqdan evlər, alçaq daxmalar görünür. Həm tabelli, həm də evlər, daxmalar tabesizlik. Kiçik evlər, tutaq ki, burada tabeli əlaqəsidir. Demək, hansı oldu? 1 və 4. Cavab D bəndə. Verilmiş cümlələr əsasında doğru fikirləri müəyyən edin. Mən ağacdan enib yerdə uzanmış itə diqqət etdim. Beləliklə, onlar meşənin lap dərinliklərinə getdilər. Birinci cümlədə, bu birinci cümləmiz olsun, bu da ikinci cümlədir. Birinci cümlədə ancaq feili birləşmə işləm. Mən ağacdan eneyim, ağacdan enmək, yerdə uzanmış itə. Uzanmış it. Bu da isim birləşmədir. Deyir, birinci cümlədə ancaq feili birləşməkdir. Bu yanlış. Bizdə doğru fikirlər istəyir. İkinci cümlədə hər iki tərəfi isimlə ifadə olunmuş söz birləşməsi var. Onlar meşənin lap dərinlikə. Meşə və dərinlik düzdür. İsim birləşmə var. Bunu götürəcəyik. Birinci cümlədə həm feili, həm isim birləşmə işlənmişdir. Bəli, ağacdan enmək feili birləşmədir. Uzanmış it. Bu da ismi birləşmədir. 3'ü götürürük. İkinci cümlədə həm feili, həm də isim birləşmə işlənmişdir. Beləliklə onlar meşənin lap dərinliklərinə getdilər. Bu da feili birləşmə yoxdur, isim birləşmə var.
4 yanlışdır. Bizdən doğru fikir 2-3 istəyir. Cavabı. 48-ci suala baxırıq. Verilmiş cümlələrlə bağlı cədvəldəki doğru fikirlər müəyyən edin. Məktəbimizin bağçasında yasəmən ağacı var idi. İkinci cümlə ətrafıma toplaşmış uşaqlar səs-küy salmışdılar. Birinci cümlədə ismi birləşmələr işlənmişdir. Birinci cümlə, ikinci cümlə. Birinci cümlədə ismi birləşmələr işlənmiş. Məktəbimizin bağçası ismi yasəmən ağacı var idi. Bağçasında yasəmən ağacı. Düzdür. Birinci cümlədə ismi birləşmələr işlənmişdir. Doğru fikir deyirsə biri götürək. İkinci cümlədə əsas tərəfi feili bağlama ilə ifadə olunmuş feili birləşmə var ki, ətrafıma toplaşmış uşaqlar. İkinci cümlədə əsas tərəf feili bağlama ifadə olunmuş feili birləşmə var. Feili birləşmə yoxdur, yanlış fikirdir. Yanlışdır. Yanlış. Doğrunun altını doğru, yanlışın altını yanlış da bilirsiniz. Yəni burada doğrunu götürür, burada yanlışları, mənfiləri götürür. Birinci cümlədə söz birləşmələrindən birinin əsas tərəfi düzəltmə isimdir. Həqiqətən də birinci cümlədə məktəbimizin bağçasında bağça birinci cümlədə söz birləşməsinin birinin əsas tərəfi burada asılı tərəf, bu da əsas tərəfdir. Həqiqətən də düzəltməli. Bu doğrudur, amma bizə nə lazımdır? Yanlış lazımdır. Bizə üstəgəl yox, mənfi lazım. İkinci cümlədə söz birləşməsinin əsası məlum növdə olan feildir. Bu yanlışdır. Demək 1-dən 4-dür. Tabe tərəfi miqdar sayı ifadə olmuş ismi birləşmə. Miqdar sayıda birisi müəyyən miqdar sayılar, qeyri-müəyyən miqdar və kəsir sayılar. Bax, birinci sinif sıra sayı olduğunu götürmürük. Əvvəlinci, sonuncu, görürsən, əvvəlinci, sonuncu sıra sayılı götürmürük. Qızıl saat isimlə ifadə olunub götürmürük. Bir qədər məhsul qeyri-müəyyən, bir çox qeyri-müəyyən, 2-də 1 kəsir sayılı götürürük. Bir gün, 3 bacı, minlərlə adam, bax, bir gün, 2 gün, yəni müəyyən miqdarsa, 3 bacı, 3 götürürük, minlərlə adam da bunu götürəcək, 4-lə 5. Demək 4 və 5. 50-ci suala baxırıq. Nümunədə verilmiş ismi birləşməni və tərkibini müəyyən edin. Ağıllı insanlar özlərini çox tərəflənir. Ağıllı insan 1-lə 2. 51-ci suala baxırıq. Hansı cümlələrdə aslı tərəfi yalnız hansı sualına cavab verən ismi birləşməni var? Hansı sualına daha çox yazıcı saxlanmış uşaqlar ki və dakı şəkilçisi verir? Dakıdakı. Baxın, əvvəlki, demək bu doğrudur. Üfüq qızılı rəngə boyanmışdır. Burada yoxdur. Günəşin nurlu şüaları göz qamaşdırırdı. Burada yoxdur. Hər axşam həyətdəki götürəcəyi, mərkəzdəki götürəcək sifətdir də. Klasteri tamamlayın. Söz birləşmələri, əşyaları, onların əlamətini sözə nisbətən daha konkret və doğru fikirdir. Demək, buradan doğruları. Söz birləşməsinin əsas vasıl tərəfi olur. Bəli, doğrudur. Məna və intonasiya bitkinliklə səslənir. Bu cümlədir. Əsas tərəfin ifadə vasitəsinə görə 2 yer alır. Doğrudur. Formalaşmasında qrammatikasında iştirak etmir. Yox, iştirak edə bilər. Bunlar yanlışdır. Demək, nədir? 1-dən 3 doğrudur. Hansı sözlər birinci tərəfə qeyri-müəyyən gəliş halda işlənir, ismi birləşmə yarada bilər? Söz birinci tərəfə qeyri-müəyyən. Vətən eşqi. Vətən eşqi yarada bilər. Vətənin torpağı oldu. O yaratmada. Vətən deyəndə ismi birləşmə. Vətən torpağı yarada bilər. Vətən deyəndə feili birləşmədir. Vətən seçmək feili birləşmədir. Demək, cavab nədir? 1, 2. Uyğunluğu müəyyən edin. 54-cü sualda deyir, məstər tərkibi, feil sifət tərkibi, feil bağlama tərkibi. Kitab oxumaq məstər tərkibidir. Yəni 1-ə A. Feil sifət tərkibi. Asıl tərəfə baxacaq. Burada güllərlə bəzənmiş C. Feili bağlama tərkibi isə şeir deyəndə. Yəni buradan belə çıxır ki, 1-ə A, 2-yə C, 3-ə D. Da çox da ismi birləşmədir, fayda ismi birləşmədir. B ilə E-də olmur. Uyğunluğu müəyyən edin. Əsas tərəfə məstərlə ifadə olmuş feili birləşmə, əsas tərəfə feili sifətə ifadə olunmuş feili
Birləşmə, feili sifət, məstər, bir də ki, feili bağlamanı istəyirdi. Yəni qısacası. Kitabları almaq, məstərlə almaq məstərdir. Yəni burada birə adı, sonra gələnlərin əşyaları, bu ismi birləşmədə bu olmaz. Uzaqdan görünən feili sifətdir. Feili sifətdir demək 2-yə C. Əsas tərəfi, sonra mahnı oxuyanda feili bağlamadır. Demək bura gəlir. Getməyin nəticəsi, bu da ismi birləşmədə, bu da olmaz. Buradan belə nəticə çıxırıq ki, 1-ə A-dır. 2-yə C, 3-ə də D oldu. 1A, C2, 1A, 2C, 3D. Testimiz bitdi uşaqlar. Sağ olun. Özünüzə yaxşı baxın.